Deməli, müəllimlər, bugün növbəti müsahibə üzrə növbəti dərsimizə başlayırıq. Hər bir müəllimi fərdi şəkildə sual-cavablar edəcəyik. Başlayaq müəllimlərimizdən. Başlayaq. Tamam müəlliməm. Bəli, axşamınız xeyir. Axşamınız xeyir. Tamam müəllimə. Şagirdləri niyə qiymətləndiririk? Yəni, qiymətləndirmənin məqsədi nədir? Şagirdlərin bilik səviyyəsini yoxlamaqdır. Şagirdlərin əsasən bilik səviyyəsini yoxlamaqdır. Meyarlardan necə istifadə etməsini öyrənməkdir. Şagirdlərin deməli gündəlik davranışı müəyyən etməkdən ötürüdür. Deməli, şagirdlərin nailiyyətlərinin vəziyyətini dəyərləndirmək, təlim nailiyyətlərini mövcud vəziyyətini dəyərləndirmək məqsədi ilə qiymətləndirmə aparırıq. Qiymətləndirmə aparmaqda məqsəd bir də var ki, belə də qeyd edə bilərsiniz ki, şagirdin təlim nailiyyətlərini barəsində məlumat əldə edirik. Şagirdlərin əldə etdiyi təlim nailiyyətləri barəsində müəllim məlumat əldə edir, informasiya əldə edir. Bəli, bir də qiymətləndirmənin 3 növü var. Diaqnostik, formativ, summativ. Bu zaman belə deyək, məktəb daxili qiymətləndirmənin 3 növü var. Bəli, diaqnostik, formativ və summativ qiymətləndirmə. Bir də 9-11-ci siniflər üçün yekun qiymətlendirmə də var ki, bu da əsasən attestat balları nəzərdə tutulan 3 fəndən qeyd olunur. Qiymətləndirmə deyəndə sizdən soruşulanda ki, qiymətləndirmənin növləri hansılardır? Deyirsiniz ki, yekun qiymətləndirmə, məktəb daxili qiymətləndirmə, beynəlxalq qiymətləndirmə, milli qiymətləndirmə. Məktəb daxili qiymətləndirmənin növlərindən söhbət gedəndə deyirsiniz ki, məktəb daxili qiymətləndirmənin növləri deməli, diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə, bir də summativ qiymətləndirmə. Summativ qiymətləndirmə özü də 2 növü var. 2 yerə bölünür. Kiçik summativ qiymətləndirmə, bir də böyük summativ qiymətləndirmə. Müəllimə, belə bir sual versək ki, valideyn övladının qiymətindən narazıdırsa, nə edərsiniz? Əgər valideyn narazıdırsa, birinci onun səbəbini aydınlaşdıraram. Əgər doğrudan da qiymət düzgün verilmirsə, təzədən elə bil ki, ona komissiya təşkil edib imtahan keçirilməsinə kömək eləyərəm. Məktəb rəhbərliyinə müraciət edib yenidən qiymətləndirməni təşkil edərsiniz. Bəs valideyn şagirdin gündəliyinə rəyin yox, qiymətin yazmasını istəsə nə edərsiniz? Onda belə deyərəm ki, artıq neçə vaxtdır ki, meyarlar əsasında qiymətlər verilir. Deməli, rəqəmlə yox, meyarlarla, sözlə, izahatla verilir ki, şagird dərsi necə mənimsəyib, hansı nəticəyə gəlib çıxıb. Yəni, meyarlar əsasında başa salaram ki, artıq qiymətləndirmə bu cür şəkildə verilir. Deməli, valideynlərlə maarifləndirici söhbət apararsınız ki, qiymətləndirmə haqqında onlara izah edərsiniz, necə aparılır. Formativ qiymətləndirmə haqqında istər formativ, istər diaqnostik, istər summativ, ümumiyyətcə qiymətləndirmə haqqında valideynlərlə söhbət aparmaq, onları maarifləndirmək lazımdır ki, siz belə problemlərlə qarşılaşmayasınız və onları belə deyək, başa salasınız ki, qiymətləndirmənin aparma forması necədir? Əvvəlki kimi rəqəmlə qiymət yazılmır. Sadəcə summativ qiymətləndirmədə bal və rəqəm kəmiyyətlə ölçülür. Digər, məsəl üçün, formativ qiymətləndirmədə meyarlar əsasında aparıldığını qeyd edərək onlara başa salmaq lazımdır. Oldu müəllimə, çox sağ olun, tamam müəllimə. Sağ olun, siz sağ olun. Rəsul adı ilə qoşulmuş müəllimə, Şahnaz müəllimə idi. Bəli, müəllimə. Axşamınız xeyir. Şahnaz müəllimə. Şəxsiyyət tipləri. Hansı şəxsiyyət tipləri var idi?
Şəxsiyyət tipləri introvert, ekstrovert, ambivert. Ambivert. Yaxşı. Ekstrovert şəxsiyyət tipi necə şəxsiyyət tipidir? Ekstrovert şəxslər arasıdır da, başqalarının fikrinə önəm verir, yəni başqaları ilə ünsiyyətdə əməkdaşlıqda olur. Introvertlər isə başqalarının fikrinə önəm vermir, ancaq öz, necə deyim, öz istədiklərini, Ancaq öz öz fikrini dediklərini önəmsəyirlər, bəli. Ambivert də bunlar hər ikisinin qarşılığıdır. Aha, bəli. Ekstravertlər kənardan gələn fikirləri daha o fikirləri əsasında hərəkət edir, o fikirləri əsas götürür. İntrovertlər isə kənardan olan fikirlərə də qulaq asır, amma öz fikirlərini əsas götürür. Hər hansı bir problem zamanı, hər hansı bir işin həlli zamanı. Ambivertlər isə həm ekstravertlər, həm də introvertlərin ikisinin qarşılığıdır. Yəni hər ikisi qarşılıqdan ibarət, hər ikisindən ibarətdir. Doğrudur. Müəllimə, təlim məqsədi və təlim nəticəsi eyni anlayışdırmı? Onlar arasında nə kimi fərq var? Əslində eyni anlayışdır. Təlim məqsədi, təlim nəticəsi. Təlim məqsədi biz müəllimlər qarşımıza məqsəd qoyuruq. Şagirdlərə bir 45 dəqiqədə bir tədris ilində keçəcəyimiz dərsin mövzunu, məzmunu qarşımıza məqsəd qoyuruq. Təlim nəticəsi də, yəni sonda şagirdlərin bilik bacarıqlarını Əldə etdiyimiz nəticədir. Bəli. Əldə etdiyimiz nəticədir. Aha. Ay, sağ ol. Müəllimə, sizdə ixtisas hansı fəndir? Texnologiya. Məzmun xəttləri bilirsinizmi? Emal texnologiyaları, texnik elementləri, qrafika, məişət mədəniyyəti. Aha, ay, sağ ol. Məzmun xətti özü nə idi? Məzmun xətti fən üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün məzmunun zəruri hissəsidir. Ana xətti leytometridir. Müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Bəli. Leytomotivdir, ana xəttdir, əsas hissədir, bünövrədir, dəyişməzdir. Ay, sağ ol. Müəllimə, sosial psixoloji mühit dedikdə nə başa düşürsünüz? Sosial psixoloji mühit dedikdə şagirdlərin sərbəstliyidir. Qarşılıqlı ünsiyyət, əməkdaşlığı, kommunikasiya bacarıqlarıdır. Deməli, sosial psixoloji mühit dedikdə şagirdlər üçün dəstəkləyici mühitin yaradılmasıdır. Demokratik üslub yanaşmasında, üslubda olan müəllim yanaşmasıdır, belə deyim, üslubudur. Yanaşma demək, üslub deyək. Sonra şagirdlərə söz azadlığı verilir. Şagirdlər öz fikirlərini sərbəst şəkildə bu mühitdə sərbəst şəkildə ifadə edə bilir. Səhv olduğu zamanı çəkinmir. Qarşılıqlı əməkdaşlıq əsasında qurulur. Dəstəkləyici mühitin olduğu mühitdir. Şagird sinifdə sizə qışqırsa nə edərsiniz, müəllimə? Qışqırsa nə edərəm? Bəli. İlk öncə müəllim olaraq səbirli, təmkinli davranaram. Şagirdi sakitləşdirərəm. Sonra dərsdən sonra fərdi şəkildə söhbət edərəm. Bunun səbəbini araşdırıram, öyrənərəm. Niyə belə edib? Yəni, qayda-qanun çərçivəsində olmaz müəllimə qışqırmaq. İndi ola bilər şagird öz emosional hisslərini idarə edə bilməyib və yaxud da ki, ailə daxili səbəblər, problemlər ola bilər. Yəni, şagirdlə fərdi söhbət edərəm. Maarifləndirici, bunun yanlış olduğunu izah edərəm. Bəli. Fərdi şəkildə söhbət edərək o cür hərəkətlərin yanlış olduğunu onlara izah edərsiniz, şagirdə izah edərsiniz, başa salarsınız. Amma dərs zamanı səbir təmkininizi qoruyursunuz. Dərsdən sonra fərdi şəkildə həmin şagirdlə söhbət aparırsınız və o cür hərəkətlərin yanlış olduğunu söyləyirsiniz onlara. Demək, həmin şagirdə özünüzü 5 sifətlə necə təqdim edərsiniz, müəllimə? Səbirli, təmkinli, dözümlü, demokratik,
ünsiyyət, kommunikasiya bacarıqları, şagirdlərlə əməkdaşlıq və s. Bir 5 müəllim dənə olaraq sifəti qeyd edirsiniz. Bəs alt standartın funksiyaları hansılardır? alt standartın funksiyaları təlimin məqsədinin davamlı inkişafını təmin etməsi, Təlim məqsədinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaratması. Birincisi budur. getdim lap axıra çıxdım. Təlim Bəli. məqsədinin və davamlı etibarlı zəmin yaratması, təlimdə inteqrativliyi təmin etməsi, sonra təlim strategiyalarından düzgün istifadə edilməsi, təlimin davamlı inkişafını. Təlimin məzmununun davamlı inkişafını təmin etməsi. Ay, sağ ol. Təlimlə bağlıdır. Bəli, bəli. Müəllimə, Təlim təlim nəticəsi nədən çıxarılır? Təlim nəticəsi alt standartdan, bilik fəaliyyətdən çıxarılır. Aha, yaxşı. Bəs nəticədən nə çıxarılır? Qiymətləndirmə meyarları. Qiymətlərin. Aha, rəy verəndə nəyi nəzərə alırsınız? Qiymətləndirmə meyarlarını. Aha. Yaxşı. Hansı qiymətləndirmədə meyarlardan istifadə olunur daha çox? Konstruktiv Hansı qiymətləndirmə. qiymətləndirmə növündə daha çox meyarlardan istifadə olunur? Meyarlar əsasında aparılır. Formativ, formativ qiymətləndirmədə. Sizcə hansı qiymətləndirmə differensial təlimi təmin edir? Differensiallaşmanı təmin edir? Diaqnostik qiymətləndirmə. Diaqnostik qiymətləndirmə. Ay, sağ olun. Doğrudur müəllimə, çox sağ olun. Keçək digər müəllim yoldaşımıza. Günay müəllimə. Buyurun müəllimə. Konfidensiallıq prinsipi nə deməkdir müəllimə? Mənim konfidensiallıq prinsipi deməkdir, yəni gizlilik deməkdir. Yəni müəllim burada şagirdlə bağlı, yəni şagirdin şəxsi və yaxud işgüzar məlumatlarını gizli saxlamaq deməkdir. Aha, şagirdlə bağlı həm şəxsi, həm də işgüzar məlumatları gizli, bəli, gizli saxlamalıdır. Konfidensiallıq prinsipini qorumalıdır. Yaxşı müəllimə, bəs bu suala cavab verin görək. Dərs vaxtı şagirdlərin yanında direktor sizinlə kobud rəftar edərsə, necə davranış nümayiş etdirərsiniz direktora qarşı? Mən ilk öncə heç nə demərəm, amma dərsdən sonra direktora yaxınlaşıb bunun səbəbini öyrənərəm. Nədən belə kobud rəftar elədiyini öyrənərəm. Əgər səhvim varsa, öz səhvim üzərində işləyib oradan bir nəticə çıxararam. Ay, sağ olun. Qiymətləndirməyə nə qədər vaxt sərf edirsiniz müəllimə? 3-5 dəqiqə. Öz fənninizi şagirdlərə necə sevdirirsiniz? Mən yeni təlim metodundan istifadə edərək, buzqıran strategiyasından istifadə edərək, bir də laboratoriya cihazlarından istifadə edərək öz fənnimi şagirdlərimə sevdirirəm. Dərslərində şagirdlərin maraq və istəklərini nəzərə alırsınız. Onların istəyinə görə dərsləri qurursunuz. Dərsləri interaktiv təlim üsullardan, oyunlardan, rollu oyunlardan istifadə edirsiniz. Əyləncəli şəkildə təşkil edirsiniz. Praktikaya yer verirsiniz. O da şagirdləri belə deyim dərsə cəlb olunmasına, belə deyim fənni sevməsinə gətirib çıxarır. Bəli. Bəs təhsilin formaları hansılardır müəllimə? Təhsil forma mən formal, qeyri-formal, informal. Təhsil alma formaları? Mən əyani, qiyabi, distant, evdə təhsil, fərdi təhsil, stasionar təhsil. Siz qruplarla işi necə aparırsınız şagirdlərlə? Mən qruplarla iş müəllim, bir motivasiyadan sonra dərsdə müəllim qruplarla iş aparıram. Məqsədim şagirdlərlə birgə öyrənmək və ünsiyyət bacarıqlarını formalaşdırmaqdır. Aha, yəni qruplarla iş zamanı qarşılıqlı fikir mübadiləsi olur, şagirdlərdə ünsiyyət bacarığı, əməkdaşlıq bacarıqları, birgə fəaliyyət kimi bacarıqlar formalaşır. Qruplarla işi aparan zaman yadınızda saxlayın, əvvəlcə
şagirdləri iş vəzifə bölgüsü, iş bölgüsü aparmaq lazımdır. Hər şagird qrup daxilində hansı işi yerinə yetirəcək əvvəlcədən şagirdlərə məlumatlandırmaq lazımdır. Bu zaman qrupda belə deyim, bütün şagirdlərin qrup fəaliyyət daxilində belə deyək, fəaliyyətə cəlb olunmasını təmin etmiş olacaqsınız. Yəni qrupda kənar qalan olmayacaq, hamı fəaliyyətə cəlb olunacaq. Hər bir şagirdin öz iş vəzifəsi olduqda. Sonra qruplarla iş zamanı şagirdlərə qruplar haqqında məlumat vermək lazımdır. Necə aparılır, necə həyata keçirilir. Bunlar haqqında da əvvəlcədən məlumat vermək lazımdır. Və əvvəlcədən müəyyən formalarda, üsullardan istifadə edərək şagirdlərə, qruplara ayırmalısınız. Sinifdəki şagirdləri və qruplara veriləcək tapşırıqlar, qruplara veriləcək iş vərəqləri də əvvəlcədən hazırlanılmalıdır. Tapşırıqlar əvvəlcədən, yəni o iş vərəqlərində hazırlanan tapşırıqlar əvvəlcədən hazırlanılmalıdır. Hazırlamaq lazımdır ki, qruplara ayıranda sonra həmin iş vərəqlərini şagirdlərə paylayasınız. Sonra qruplar öz işlərini, həmin tapşırıqlar əsasında işlərini apardıqdan sonra nə olur? Qrup təqdimatları olunur. Qrup təqdimatlarda hər qrupun bir lideri seçilir. Lider də şagirdlərin özləri tərəfindən seçilərək biri lider təyin edilir. Bu qrup təqdimat edən şagird ünsiyyət qabiliyyəti yüksək olan şagird olmalıdır. Yəni bu bacarıq olmalıdır ki, həmin şagird bütün şagirdlərin qarşısında öz işlərini neynəsin? Təqdim edə bilsin. Ona görə qrup işi qurtardıqdan sonra hər qrupdan bir şəxs, bir qrup lideri öz təqdimatlarını neynirlər? Təqdim edirlər. Və şagirdlərin təqdim etdiyi təqdimatlar əsasında hazırladığı, belə deyim, yazdığı cavablar əsasında bütün şagirdlər və burada qarşılıqlı qiymətləndirmədən də istifadə etmək olar. Müəllim tərəfindən də aparılan qiymətləndirmədən də istifadə etmək olar. Və necə yazılıb, necə əməl olunub, qrup qiymətləndirilməsi zamanı həm təlim nəticələrinə necə nail olublar, tapşırıqları necə düzgün yazılıb, həm bu hissə qiymətləndirilir, həm də şagirdlərin qrup daxilində necə fəaliyyət göstərdikləri, əməkdaşlıqları necə olub, ünsiyyətləri necə olub bir-biri ilə, təqdim etmələri necə olub, nə qədər zaman ərzində işi təhvil verib, hətta müddəti də nəzərə almaq olar, təqdim etmə bacarıqları necədir, yəni bunlar da qiymətləndirir. Qrup işi zamanı qrup işinin qiymətləndirmə cədvəli şəklində əvvəlcədən müəllim onu hazırlanmalıdır və lövhədən asılmalıdır. Qrup işi təqdim etdikdən sonra həmin cədvəl əsasında, həmin meyarlar da həmin cədvəldə qeyd olunur və həmin cədvəl əsasında şagirdlər təqdim etdiyi qrup işlərinə görə qiymətləndirmə aparılır. Bu haqda da sizə məlumat verdim, biləsiniz hər biriniz. Müəllimə, öz maraqlarınızı şagirdlərlə bölüşürsünüzmü? Müəllim, baxır yaşlarına, mən sinifdə əsasən yaş səviyyələrinə görə müəyyən edirəm. Əgər öz həyat təcrübəmdən belə bir fikir varsa, əlbəttə bölüşürəm. Öz uğurlarımı, qazandığım uğurlar haqqında onlarla bölüşürəm. Belə, ən əsas da başlıca səbəb onların yaş səviyyələrinə baxıram. Ay sağ olun. Şəxsiyyətin formalaşmasında mühüm rol oynayan əsas amillər hansılardır? Şəxsiyyət tipi ekstravert, Onlar introvert. şəxsiyyət tipləridir. Bəs şəxsiyyətin formalaşmasında bilirsiniz ki, bir insan fərd kimi doğulur, şəxsiyyət kimi formalaşır. Bəli, fərd kimi doğulur, şəxsiyyət kimi formalaşır. Bu insanın şəxsiyyət kimi formalaşmasına təsir edən 3 əsas amil var. Bu 3 əsas amil hansılardır? Təhsil alanların həyat bacarıqlarının inkişaf İrsiyyət, müəllimə, 3 əsas amil bunlardır, yadınızdan çıxartmayın. İrsiyyət, mühit, tərbiyə.
irsiyyət, mühit, tərbiyə. Oldu. Şəxsiyyətin formalaşmasına təsir edən başlıca 3 əsas amil irsiyyət, mühit və tərbiyədir. Oldu müəllimə. Çox sağ olun Oldu. Günay müəllimə. Keçək Sağ olun. digər müəllim yoldaşımıza. Alidə müəllimə. Alidə müəllimə, sual-cavabda iştirak etmək istəyirsinizmi? Keçək digər müəllim yoldaşımıza. Səidə müəllimə. Müəllimə, mən də zəhmət olmasa sual-cavab edərsiniz. Mənim gedəcək yerim var. Onda gəlin elə siz də sual-cavab eləyək. İlahə müəllimə. Bəli. İlahə müəllimə, şagird adaptasiya problemini nə zaman yaşayır sizcə? Şagird adaptasiya problemini adətən 4-cü sinifdən 5-ci sinifə keçən zaman, yəni ibtidai təhsildən orta təhsilə keçdikdə, bu zaman yəni müəllimlər dəyişdikdə adaptasiyaya uyğun olmağa çətinlik çəkir və bir məktəbdən başqa bir məktəbə gedərsə, bu zaman adaptasiya olmağa çətinlik çəkir. Deməli, yeni məktəbə yeni qədəm qoyan şagirdlər, 4-cü sinifdən 5-ci sinifə keçən şagirdlər, məktəbdən məktəbə, sinifdən sinifə dəyişən şagirdlər, belə deyim də, sinifə yeni gəldikdə, yeni gələn şagirdlər adaptasiya problemi yaşaya bilər. Yaxşı müəllimə, hiperaktivlik deyəndə nə başa düşürsünüz? Hiperaktivlik o deməkdir ki, yəni həmin şagird çox aktiv olur. Yəni dərs baxmayaraq ki, yəni otura bilmir, yerini dəyişir, aktiv uşaq olur da, yəni. Həddən çox hərəkətlilik qabiliyyətinə malik olan uşaqdır, bəli. Yəni bu uşaqlar çox aktiv olurlar, çox enerjili olurlar və bu enerjiləri hesabından onlar bir yerdə oturmaq istəmirlər, daim hərəkət etmək istəyirlər. Bəli. Yaxşı müəllimə, bullying nədir bəs? Bullying bir şəxsin digər şəxs üzərində psixi, fiziki əzab verməsidir. Yəni başqa adı da qısnamadır. Bullyingin özünün növləri var. Vasitəli bullying, vasitəsiz bullying, təsirli, sonra təsirsiz, sonra kiberbullying, verbal, qeyri-verbal bullying. İndi vasitəli olanda üçüncü şəxs, vasitəsiz olanda yəni özünün özünə təsiri olur. Kiberbullying mesajlar vasitəsilə, yəni mesaj göndərmək, onlaynda, Sosial şəbəkələr vasitəsilə. Bəli, sosial şəbəkələr vasitəsilə onlayn mesaj məktub göndərmək kiberbullyingdir. Sonra verbal, yəni necə? Media üzərindən belə deyək də, internet vasitəsilə. Bəli, internet vasitəsilə media üzərində göstərdiyi bullyingdir. Sonra verbal, yəni sözlü, söz vasitəsilə, qeyri-verbal, yəni yazı vasitəsilə ona məsələn nəsə yaza bilər. Qeyri-verbalda məsəl üçün işarələr, mimiki, üz işarələri, jestlər, əl-qol işarələri qeyri-verbaldadır. Və s. Məqsədli, məqsədsiz bullying var. Fiziki, qeyri-fiziki, verbal, qeyri-verbal, sosial, kiber bullying növləri qeyd edə bilərsiniz. Fiziki də yəni ona təsir göstərməsi də, yəni vurması, yəni təsir. Bir şəxsin digər şəxsə təsir, onu vurması mı, itələməsi mi, nəsə bax belə bir şey. Bunun da qarşısını almaq vasitələrində deyilmi müəllimə? Deyil. Bunun qarşısını almaq, ən birinci bullyingi müəyyən etmək üçün müəllim müxtəlif üsullardan istifadə edir. Anonim sorğular hazırlatdıra bilər, təşkil edə bilər, sonra esse yazdıra bilər. Bu zaman şagird özü bullyingə məruz qaldığını göstərə bilər və ya şagird müəllimdən öncə valideyninə bullyingə məruz qaldığını deyə bilər. Valideyn bu zaman müəllimə, məktəb rəhbərliyinə bildirməlidir ki, yəni bunun qarşısı alınsın. Bu halların baş verməməsi üçün ümumiyyətcə müəllim həmişə maarifləndirici söhbət aparmalıdır. Şagirdlər arasında buzqıran strategiyalar təşkil etməlidir. Şagirdləri əməkdaşlığa sövq etməlidir. Onlarda empatiya hissi yaratmalıdır ki, ümumiyyətcə bu bullying halları baş verməsin. Ay sağ olun. Müəllimə, suicid nədir bəs? Necə? Suicid.
bilmirəm müəllimə. Xüsusi Suicid. Müəllim, özünü onu qəsd Bəli, özünə qəsd. Bunu bilin. Suicid özünə qəsd, özünü intihar etməsidir. İntihar etmək. Mhm. Bilmirdim onu. Aha. Bəs tolerantlıq nədir? Aha, tolerantlıq, yəni öz dilini, dinini, mədəniyyətini bilir, həmçinin digərlərinin də dilinə, dininə, mədəniyyətinə hörmətlə yanaşır. Məncə budur. Dini dözümlülük göstərir. Bəli, dini dözümlülük göstərir. Özününkinə və başqalarına da hörmətlə yanaşır. Aha. Scaffolding nədir? Scaffolding əgər ehtiyac yaranarsa müəllimin müvəqqəti dəstəyi, yəni əgər bu da yəni müvəqqəti dəstəkdə yəni problemin həlli yəni asan olduqdan sonra, həll olunduqdan sonra müəllimin yəni bu işdən kənarlaşması, scaffoldingdən kənarlaşması. Ehtiyac duyulana qədər edilən dəstəkdir. Körpü rolunu oynayır, bəli. Şagird müstəqil işi yerinə yetirənə qədər müəllim köməklik edir. Sonra həmin körpü qırılır. Oradaydı müəllimə o birinci, ikinci, üçüncü zona. Bəli. Multikulturalizm nədir müəllimə bəs? Multikulturalizm, yəni ayrı-ayrı xalqların birgə həmrəyliyi, birgə yaşaması. Məsələn, tutaq ki, bir ölkədə müxtəlif xalqlar yaşaya bilər də, bunların birgə yaşaması, bir-birlərinin bayramlarına mı, bir-birlərinin yəni dininə mi, adət-ənənələrinə mi hörmətlə yanaşması. Çox mədənilikdə, çox belə deyim, fərqli mədəniyyətə malik Lərin xalqların birgə bəli, bir arada yaşaması. Çox Mənim hansı il idi mədənilikdə multikulturalizm ili? Neçənci il idi yadımdan çıxdı. o tolerantlıq idi müəllimə 1995. 95-də bəli. Multikulturalizm 2016-dır deyəsən. Hə, bax o yadımda idi illərin. Bir də bunu yadınızdan çıxartmayın, çox mədənilik deməkdir. Bunları soruşduq sizdən. Siz məzmun xəttləri bilirsiniz də, yəqin ki. Məzmun xəttləri canlıların quruluşu, strukturu və onlarda fəaliyyət proseslər, sonra hər dəfə canlıların, mən bir dəqiqə dolaşdım. Onu ardıcıl şəkildə bilməlisiniz. Çoxalma irsiyyət, bəli, ardıcıllıqdan deyəcəm. İkinci çoxalma irsiyyət, üçüncü canlılarla ətraf mühitin əlaqəsi, dördüncü təkamül biomuxtəliflik, beşinci insan sağlamlığı. Ay sağ ol. Məzmun xətti nə olduğunu da deyə bilərsiniz. Belə sual verəndə biraz danışmaq üçün məzmun xəttinin nə olduğunu da qeyd edə bilərsiniz. Aha, məzmun xətti ümumi təlim nəticələrini həyata keçirmək üçün məzmunun əsas zəruri hissəsidir. Ay sağ ol. Məzmun xətti özü dəyişməzdir, leytmotivdir, ana xəttdir. Yəni birinci sinifdən 11-ci sinifə qədər bir fənn üzrə məzmun xətti dəyişməz olaraq qalır. Ümumi 3 rəqəmli kodun birinci rəqəmi ilə göstərilir. Bir rəqəmlə ifadə olunur. Oldu müəllimə, çox sağ olun. Dünya görüşə nə var? Baxmısınızmı? Baxıram müəllimə, hə. Dünya görüşü yadımda qalmır. Belə özümə dəstək oluram ki, yəni ola bilər cavab verməsəm eybi yoxdur, ancaq əsas bu metodikanı, pedaqogikanı öyrənməyə çalışıram. Yaxşı cavab verirsiniz, narahat olmayın. Orada da bu şəkildə cavabları qeyd edərsiniz. Keçək, sağ olun siz də. Keçək digər müəllim yoldaşımıza, Səidə müəllimə. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir müəllimə. Səidə müəllimə, sizin yadınızdan heç nə çıxmıram. Anlamadım, necəri? Necə? Gəlin sual verək sizə. Planlaşdırma haqqında video izah atmışdım. Planlaşdırmanın növləri. Keçən dəfə verdiniz bunu mənə. Planlaşdırmanın 2 növü var. Perspektiv, illik, gündəlik, cari planlaşdırma. Geriyə planlama nədir? Nəticə, ilk dəfə növlədə nəticəni əldə etmək, sonra qiymətləndirməni, sonra fəaliyyət. Nəticədən planlama deməkdir. Qiymətləndirmə, telefon. Ay sağ ol. Nəticədən planlama deməkdir. Danışıq cəhətdən problemi olan uşağı dərsi necə keçərsiniz müəllimə?
İlk önce həmin uşaqda bu problemin kompleks yaratmaması üçün əlimdən gələni edərəm. Yəni əgər onda bu problemi aradan qaldırmaq üçün istər nağıllar, uzun şeirlər, hər hansı bir hekayə verərəm alışması üçün. Əgər bu da bir nəticə verməsə, lakabit, uşağın şagirdin öz razılığı ilə lakabidə müraciət etməli olaram. Hə, valideynlə məsləhətləşərsiniz. Hər hansı Hər bir şagirdin özünə. mütəxəssis LKB-də müraciət etməsini LKB-də bildirərsiniz. Müasir dövrdə sizi narahat edən uşaqlar varmı hal-hazırda, belə deyək? Bu hər kəs ayrı fikir ola bilər. Çünki bu dövrdə oxumağa həvəs olmayan var. Dərsdən tamamilə yayınan uşaqlar var. Asudə vaxtlarına, daha doğrusu düzgün istifadə etməyən uşaqlar var. İnternet aludəsi olan uşaqlar da, internetlə məşğul olan uşaqlar var. Erkən yaşlarında həm işləyən uşaqlar, belə uşaqlara ola bilər. Onlara qarşı biraz narahatlıq yaradır uşaqlar məndə. Ümumiyyətlə təhsildən uzaqlaşan uşaqlar. Bəli, təhsildən uzaqlaşan Uşaqlar varsa, bunlar məndə narahatlıq yarada bilər hər bir müəllim üçün. Bu hər kəs üçün fikir ola bilər, bu mənim fikrimdir. Ay, sağ olun. Bəs şagirdlərdə vətənpərvərlik ruhunu necə tərbiyə edərsiniz? Bizim bu fənimizlə əlaqədardır. Ümumiyyətlə biz tarix dərslərində hər dəfə vətənpərvərlik mövzusunu diqqətlə yetiririk şagirdlərdə hər dəfə. İlk növbədə olmadı, video şaxlar olsa daha yaxşı olur. Video şaxlardan istifadə edərəm. Onlarda hər hansı bir tarixi filmlər olsun, vətənpərvərlik mövzusunda olan filmlər göstərirəm. Aha, sonra nə edərsiniz? Ən çox da Zəfər gününə aid vətənpərvərlik mövzusunda tarixi şəxsiyyətlər barədə söhbət apararam. Bax, belə deyək, şəhidlərimizdən söhbət aça bilərsiniz. Dərsinizdə belə deyək, 5 dəqiqə ayırıb, vaxtınızı ayırıb, belə deyim, vətənpərvərlik haqqında müəyyən qədər yer ayıra bilərsiniz. Belə. Sonra dərsinizdə çağıra bilərsiniz qazilərimizdən. Dərsinizdə də çağıra bilərsiniz. Onların, belə deyək, müharibə zamanı necə şücaətlə döyüşdüyü haqqında, onların, belə deyək, şagirdlərə öz dili ilə danışması, bu da şagirdlərdə müəyyən vətənpərvərlik hissləri şagirdlərə aşılayır. Belə deyim, bunu da edə bilərsiniz. Sonra şagirdləri şəhid, belə deyim, abidələrinə, muzeylərinə, belə bu hissələrə ekskursiyaya apara bilərsiniz. Evlərinə, belə deyək də, bu zaman onların şəhidlər haqqında müəyyən qədər məlumat verməklə, bax, o cür şagirdləri ekskursiyalara aparmaqla və yaxud da qazilərdən müəyyən, indi sizin ərazicə olan hər hansı bir qazimizi dərsimizə dəvət etməklə, onların danışması ilə də şagirdlərdə vətənpərvərlik ruhunu, vətənpərvərlik hisslərini aşlaya bilərsiniz. Dərsdə ümumiyyətcə müəllimin bir vəzifəsi dərs keçmək deyil də, belə deyim. Bilik, bacarıq mənimsədilməsi ilə kifayətlənməməlidir. Eyni zamanda müəllim həm vətənpərvərlik haqqında, həm tərbiyəvi söhbətlər haqqında müəyyən dərsində yer ayırmalıdır, danışmalıdır, belə deyim, söhbət açmalıdır. Bunun üçün biz sonra əsasən də dil-ədəbiyyat müəllimlərdə, məsəl üçün, vətənpərvərlik hissləri aşılamaq üçün ona aid şeirlər şagirdlərə əzbərlədə bilər. İndi sizdə tarix müəllimində, məsəl üçün, tarixi şəxsiyyətlərdən söhbət aça bilərsiniz. Yəni, bu yollardan istifadə edərək şagirdlərdə vətənpərvərlik hisslərini aşılaya bilərsiniz. Yenə deyirəm, hər bir müəllimdə vəzifələrindən biri də şagirdlərdə vətənpərvərlik hisslərini aşılamaqdır. Vətənə sevgi, məhəbbət, sevgi hissini yaratmaqdır. Bunu da qeyd etdik.
Sinifinizdə bullying olarsa nə edərsiniz? Bullying sinifdə. Bəli, sinifdə bir Əgər uşağa hər qarşı hansı bir bullying sinifdə əgər bullying olunarsa, bizim sinifdə bullying varsa, mütləq hər dəfə fərdi söhbət aparmaq lazımdır şagirddən. Şagird hər hansı bullying varsa sinifdə, şagirddən fərdi söhbət aparmaq lazımdır. Şagirdin özündən şəxsi, onun səbəbini öyrənmək lazımdır. Nəyə görə bu əsas onun səbəbini öyrətmək lazımdır şagirddə Aytəs, və aradan qaldırmağa Aytəs. çalışmaq. Aytəs. aha. Nətər Sonra nə edərsiniz bəs bu işlə qarşı, bu işin həllinə qarşı? Psixoloqa müraciət edə bilərsiniz. Uşağın Psixoloqla söhbət apara bilər uşaqlarla. Günay müəllimə, əl qaldırmısınız? Mən istəyirdim mən deyəm, o da ta siz dediniz. Hə, bəli. Psixoloq ilə müəllim daim əməkdaşlıq etməlidir və onunla birgə bu cür problemlər zamanı həmin psixoloqun da şagirdlərlə söhbətini təmin etməlidir. Psixoloji söhbətlər də aparılmalıdır şagirdlərlə. Bunu da qeyd etdik müəllimə. Planlaşdırmanı da mən sizə verdim. Alt standart nə idi müəllimə? Gəlin alt standart təkrarlayaq. alt standart şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Alt standart hər zaman dəyişir. Alt standarta diqqət edirik ki, alt standart tələb olunan bilik və bacarıq reallaşsın. İki hissədən ibarət olur. Alt standart bilik və fəaliyyət. Əsasən summativ qiymətləndirmə alt standartdan çıxarılır. Təlim nəticəsini alt standartdan Summativ çıxarılır. qiymətləndirməni də alt standart təmin Alt edir. standartdan təmin edir. Belə 4 funksiyası var. Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. Təlimdə interaktivliyi təmin edir. Təlim strategiyanın düzgün seçilməsində xüsusi rol oynayır. Aha. Təlimin davamlı inkişafını təmin edir. Ay, sağ ol. Bu qədər bildiyim. Bəli. Çox sağ olun Səidə müəllimə. Keçək digər müəllim yoldaşımıza. Digər İlahə müəllimə. Müəllimə, olar mən gələn dəfə cavab vereyim? Baxırsınızmı, yəni PDF-lərə, dərs izahlarını atıram. Mütləq baxın. Oldu müəllimə. Oldu müəllimə. Sevinç müəllimə. Sevinç Bəli müəllimə. müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir. Müəllimə, baxırsınızmı sizdə PDF-lərə, qrupa atılır? Baxıram müəllimə, baxıram. Biraz zəifəm, amma yenə də verin sual, bildiklərimdən deyərəm. Qrup atdıqlarımızdan Müəllimə, gəlin baxaq görək nə qeyd edəcəksiniz. Ümumi təlim nəticəsi nədir? ən çox müəllimə, mən metodikadan yox, elə o adi dərs zamanı olan işlərdə. Psixoloji suallardan, psixoloji suallardan.